Salam, hər vaxtın xeyirli olsun. Necəsən? Özünü necə hiss eləyirsən? Deyirik ki, ev bizik. Deyirik ki, hər şeyin başı bizik və hər şey, həyat bizdə başlayır və bizdə bitir. Yaxşı, bəs biz bu evə necə baxırıq? Yaxşı, bəs biz hal-hazırda həqiqətən xəyallarımızı gerçəkləşdirmək uğrunda çıxdığımız bu yolda ancaq yola mı fokuslanmışıq, ancaq rəqiblərimizə mi fokuslanmışıq, başqa həyatlara mı fokuslanmışıq, hiss etdiklərimizin nə qədər fərqindəyik, hansı zamanda yaşadığımızın nə qədər fərqindəyik, hansı bədəndə var olduğumuzun nə qədər fərqindəyik. Reallaşdırmalı olduğun layihələrin, oxumalı olduğun o kitabların, çatmalı olduğun o hədəfin, onları reallaşdıran bir sən var. Ortada bir sən var, səndən söhbət gedir. Etməli olduqlarımızdan danışdıq, öhdəliklərimizdən də danışdıq. Tənbəllik dedik, alındırmalıyıq dedik, tamam. Bunu edən bir varlıq var ortada. Amma bunu çox vaxtı göz ardı eləyirik. Bir sual vermək istəyirəm. Axırıncı dəfə nə vaxtı əlini qoymusan köksünün üstünə, bu dərinin altında döyünən orqanın sənin olduğunun fərqinə varmısan? Nə vaxt düşünmüsən ki, bu orqan mənimdir, mənə xidmət eləmək üçün dayanmadan illərdir, hətta ananın bətnində ikən belə, oradan bəri sənin yaşatmaq üçün, sənin varlığını burada tutmaq üçün sənə xidmət eləyir. Ruhun, əlin, qolun, bədənin hər bir parçandan söhbət gedir. Burada nəinki təkcə ürəkdən. Ya da ki, gecə yatanda çox vaxtı həyat haqqında dərin fikirlərimiz bizə gecə yatanda gəlir axımızda. Həyat fəlsəfə damarımız tutur. Hər şey haqqında düşünürük ki, beləyəm, bunları etmədim, bunları eləyə bilərdim. Keçmiş, gələcək, hər şeyə bir-birinə qatırıq düşünürük. Ən böyük qərarlarımızı o an veririk. Həyat haqqında qəşəng bir mən yaradırıq o an. Səhər dururuq, amma o sönür. Bilirsiniz niyə bunlar olur? Bilirsiniz niyə bəzi şeylər bizdə müvəqqəti olur, axıra qədər davam etmir? Çünki hər şeyin başı, hər şeyin başladığı nöqtəni yaxşı görmürük, fərqində deyilik. Biz kimik? Bizim bədənimiz nə vəziyyətdədir? Bizim ruhumuz nə vəziyyətdədir? Elə yola çıxmışıq, elə çıxartmışıq bu bədəni yola, deyirik ki, elə, bacar. Nəyi eləsin, nəyi bacarsın? Yaxşı, bunu da müəyyənləşdirdik. Mənim çatmaq istədiyim bir nöqtə var, tamam. Bəs ortada əlində ucunda necə bir sən var ki, sən ondan bunları tələb eləyirsən. Sən özünü həqiqətən də diqqət eləmisən varlığına, nəyə xidmət eləyirsən və yaxud da əslində, ümumiyyətlə bu bir reallıqdır, amma çox vaxtı biz bunu unuduruq. Hekayə sənindir, hekayənin baş qəhrəmanı sənsən. Amma sən durub hekayəndəki başqa obrazlara fokuslanırsan, halbuki o obrazlara kimi daxil edirsən, ailə olsun, dost olsun, sevgilin olsun, yoldaşın olsun, övladların belə olsun, yəni o obrazlar belə sənə xidmət edir ki, sən özünü tapasan, sən özünü görəsən. O situasiyalar, o hekayənin içərisindəki situasiyalar, olduğun məkanlar, hamısı sənə xidmət edir ki, sən özünü tapasan. Bir an öncə özünü görəsən. Bir həyatın sürətli axınından kənara çıxın. Bu bir gecə yarısı bunu eləyə bilərsiniz. Anidən günün ən qızğın vaxtında 5 dəqiqə ayıra bilərsiniz. Bir durun. Aldığınız nəfəsi belə müşahidə eləyin. Mən nəfəs alıb verirəm bu dəqiqə. Mən həyatdayam, mən canlıyam, mən buradayam. Mən deyək ki, yuxuda yatmağa hazırlaşırsınız da. Normalda insan anda qalmaq bilirsiniz nə deməkdir. Mən bu dəqiqə nə edirəm, hardayam, nə hiss edirəm, bu dəqiqə bədənimlə harmoniyada olan əşyalar, mühit nədir? Ya da bunları. Amma biz nə düşünürük yatanda? Məsəl üçün, ona bu sözü deməliydim, mən bunu etməliydim, mən sabah durub bunları etməliyəm, bunları həll etməliyəm. İndi. Hər şey əslində indidir. Bu dəqiqə. Bu videoya baxırsan, necə bir yerdə oturmuşsan? Nəbzin necə atır? Məsəl üçün, yaxşısan da özünü necə hiss edirsən və yaxud da gözün bir dəqiqə məni necə görür, aydın mı görürsən, necə görürsən, nəfəs alıb verməyin sürətlidirmi, yavaşdırmı, necədir? Evin, sən yəni, evin necədir? Biz necə baxırıqsa dünyamız odur. Dünya əslində bir planetdən daha çox bir şeydir. Bu dünyada neçə milyard insan varsa, o qədər milyard da dünya var.
Yəni sənin baxdığın kimi bir dünyan var. Sən o baxdığın məkanını, o çıxış etdiyin məkanını necə saxlayırsan? Vəziyyət necədir orada? Keçmişdəmi davamlı ilişib qalmısan, yoxsa gələcəyə yönəlik mi ancaq düşünürsən, etməliyəm, malıməli, edəcəm, baxacam, kimi düşünürsən, yoxsa kaşkilər doludur mu sənin həyatında? Bugünə qədər düşündüklərinin faydasını görmüsən, keçmiş və gələcək haqqında. Hədəf qurmaq, planlamaq, arzulamaq, bunlar üçün gözəl şeylərdir. Amma bunları davamlı belə robot kimi etməyin tərəfdarı deyiləm. Çünki sənin üçün keçmişdəki o mənin var idi. Biz insanlar belə bir şeyimiz var, bizim bir xasiyyətimiz var. Bir vaxt var bizim üçün, bir zaman var. Biz o zaman gələndə hər şeyin ən yaxşısına layiq olacağıq. Hər şeyin ən yaxşısı bizim üçün o an olacaq və ən yaxşı versiyamız o zamandadır da. Yəni biz ona görə gözləyək hələ, o vaxtı gələndə hər şey dörd-dörtlük olacaq. 1 il əvvəl, 2 il əvvəl də bu düşüncələr indi bugünün üçün keçərli idi də. Yəqin ki, o vaxtda da sən düşünürdün ki, mən bu yaşıma gələndə belə yaxşı olacağam, bunu eləyəcəm. Bugün necəsən? O keçmişdə gözlədiyin anına gəldin, o keçmişdə gözlədiyin məninə çatdın. Davamlı olaraq ertələyirik. Bugün bu videoda edəcəklərimizdən danışmıram, etməli olduqlarımızdan danışmıram. Mənimizdən danışıram. Evimizdən, özümüzdən danışıram. Davamlı olaraq keçmişdə planladığın bir sənin var idi da, düzdürmü? Bu yolu artıq sən çoxdan keçmiş birisən. Nə oldu o? Heç vaxt ideal olmadığını gördün də yəqin ki. Heç vaxt heç bir şərt əslində ideal deyil. Sən baxdığın şeylərdən ibarətsən, qidalandığın qidalardan ibarətsən, danışdığın insanlardan ibarətsən, qulaq asdığın şeylərdən ibarətsən, oxuduğun şeylərdən ibarətsən. İçinə nələri daxil eləyirsən? Sənin ruhunu, sənin bədənini nə qidalandırır? Özünə bugün necə baxırsan? Özünü nəyə layiq görürsən? Əslində bütün sadaladıqlarım səndə necədirsə, mənim özümdə də necədirsə, biz əslində özümüzə layiq olduğumuz kimi davranırıq. Münasibətdə olduğumuz insanlar belə, davamlı bizi incitməsinə icazə verdiyimiz insanlar belə. Özümüz çünki özümüzü ona layiq görürük. Biraz kobud da olsa açıq-açıq deyirəm bugün, yəni. Cidden belədir. Çünki yəni özümüzə layiq görmədiyimiz bir yerdə, bir şərtlərdə özümüzü tutmaq istəmədiyimiz bir varlığıq əslində. Amma üstümüzə belə artıq əlavə şeylər kimi yığılıb müəyyən şeylər və biz onları hələ də həzm etməyə davam edirik. Niyə? Bugünün həyatdanmı deyil? Yəni bugün yaşanmış kimi mi sayılmır? Bu bir belə qayda mı var, mən bilmirəm, yoxsa ancaq niyə o gözəl şeyləri nə vaxtsa bir yerlərdə və bir zamanlarda axtarırıq? İndi olmaz. Mümkün deyil, indi olmayacaq. Falan şeyi reallaşdıranda olacaq yəqin ki. Falan vaxtı gələndə olacaq. Evlənəndə alındıracam. Bu universitetə girsəm alındıracam. Ortada özünü itirirsən. Hətta biraz bəlkə də əlaqəsiz ola bilər, amma qoyayım. Evlənəndə düzələrəm, evlənəndə düzələr. Gələcəyə ertələnmiş həyat bugün əslində sən deyilsənsə o, ertələdiyin həyatda da var ola bilməyəcəksən. Yəni sənin gələcəyə ertələdiyin o mənin var, onu sən bugün yaratmırsansa, o bir də yaranmayacaq. Çünki yaradan bugün yaradardı. Bugün deyirsən ki, məsəl üçün mən deyək ki, daha ideal kiloma yaxınlaşmaq istəyirəm, özümə görə müəyyənləşdirdiyim bir kilom var da. Sən bugün onun üçün bir şey etmirsənsə, bir zaman gözləyirsənsə, o məninə, yaxşı məninə çatmaq üçün xoşbəxt olacaqsan da sən onu eləsən. Sən onu həmin zaman gələndə eləyəcəyini həqiqətən inanırsan. Eləyən indi eləyərdi də. Niyə eləmirsən ki indi? Yəni tam olaraq nədir önündəki bariyer? Özünə necə davranırsan? Özünü nə hiss eləyirsən ümumiyyətlə? Bir də biz çox zaman həyat fəaliyyətlərimizi kənara görə sıralayırıq və edirik. Gözəl görünmək, gözəl qoxmaq, daha savadlı olmaq, dünya görüş qazanmaq. Bəzən olur ki, onların mərkəzində başqaları olur ki, bu məni təqdir etsin, bu məni bəyənsin, tərifləsin deyə biz bunları edirik. Amma belə yaşanan həyatdan siz necə bir zövq alırsınız, necə bir zövq ala bilərsiniz?
Nə vaxt özünüz üçün gözəl qoxmusunuz? Evin içindəykən, məsəl üçün, heç kim görməzkən, və yaxud da ailədə, artıq ailə bizim öyrəşdiyimiz bir yerdə, bizim üçün çox belə wow effekti vermir, onların bizim o halımızı görmələri, öyrəşmişik, alışmışıq da. Səni tərifləyəcək insanlar olmadığı zamanda özünə necə baxırsan? Bax, özünə verdiyin dəyər odur. Başqasına görə o qədər çabaladığın, yaratdığın o gözəl görüntülü sənin var. Təklik olanda necədir o? Heç kim görmədiyim, lap ailəni də silək gəlin bu siyahıdan. Heç kim görmədiyim zamanda özündən daxili iç səsin necə danışır səndən? Daha da dibə batırır, daha da mükəmməliyyətçiliyə səni məcbur eləyir. Yəni necədir vəziyyət? Ruhunda vəziyyət necədir? Bədənində vəziyyət necədir? Özümüzə gələndə bir zaman var ki, biz o zamanda xoşbəxt olacağıq. Bir zaman var ki, biz o zamanda ürəyimiz istəyən bir halımıza çevriləcəyik və tam xoşbəxtlik o zaman olacaq. Başqasına gələndə qaçırıq xoşbəxt etmək üçün, tələsirik. Birdən nə bayda onu biz xoşbəxt eləyə bilmərik. Birdən qəlbini qırarıq. Mən bu cümləni ehtiyatla işlədim. Onun yoluna işıq olum. O bacarsın. Qoy onu motivasiya edeyim. Hekayənin qəhrəmanı sənsən. Ya hekayənin qəhrəmanı baş, ən əsas hissəsi sənsən. Sən durub obrazların arxasınca düşmüsən. Sən durub özünü yox eləyirsən. Özünə baxmırsan. Özün üçün özünə bir şeylər etmirsən. Özünü heç buna layiq görmürsən. Sonra deyirsən ki, mən arzularımı yerinə yetirirəm, təmin olmuram. Öz üzərində işləmirsən. Məsəl üçün, özünlə üzləşmirsən. Səsi artırmısan videonun, musiqinin səsini maksimuma. Dayanmadan yemək yeyəndə, gəzəndə, TikTok, Instagram, Reelslər doludur da. Yəni beynini dayanmadan doldurursan məlumatla ki, nə barədə tək qalasan özündən. Cəsarətin yoxdur yəni bu qədər özündən üzləşməyə. Boşluğu birdən görərsən. Sonra bir də gəl bunun üstündə çalış da. Yaran birdən incinər. İncinər. Amma fokusun ancaq başqalarında olsun. Fokusun ancaq digər obrazlarda, personajlarda olsun, amma özündə olmasın. Hekayənin qələmini kim tutub? Sən mi tutmusan, hekayəni özün mü yazırsan, yoxsa başqaları mı tutub? Fokusun kimdir tam olaraq? Ya da nədir? Bu belə bir yaratdığın mən var. Sən belə bir mənlə hara qədər getməyə düşünürsən məsəl üçün? Yəni nə kimi bir şeylər bacarmağı düşünürsən? Ortaya necə bir mən çıxartmağı düşünürsən? Necə xəyalların reallaşsın bu şərtlər altında? Ciddən soruşuram. Yəni ortada belə bir mənin var. Hara getməyi düşünürsən? Mənbə kök sağlam deyil, dostlar. Belə olanda yolu getməyə taqət qalmır. Kiməsə görə, nəyəsə görə etdiyiniz, özünüzü etdikləriniz davamlı olmur, daimi olmur. Ona görə yoldan zövq almırsınız. Bir insanın bu həyatda zövq ala biləcəyi ən gözəl varlıq özüdür. Sən özündən, öz mənindən, öz parçalarından zövq almalısan ki, ayda mən bu həyata özüm vasitəsilə gəldim. Yəni necə? Mən bu həyatda var olmaq üçün öz bədənimdə oldum. Nə gözəl mənə, nə xoş mənə ki, mənim adım budur. Mən belə bir şərtlərdə doğuldum. Mən buradayam indi. Mən olaraq buradayam. Filan kəs ola bilərdim, amma mən olaraq buradayam. Demək ki, mənim mənə özəl güclərim var. Və demək ki, mənim yarada biləcəyim, çox özəl, imza ata biləcəyim çox gözəl şeylər var bu həyatda. Ailəm məni incitdi, toksik bir mühitin içərisindəyəm, dövlət elə oldu, coğrafi mühit belədir, əlverişli deyil. İnanırsınız? Bunların hamısı boşdur. Sən özündəki o sonsuz gücü görməyi istəmirsənsə, başlayacaqsan ona buna yük atmağa, bu ona görə belədir, mən də ona görə beləyəm. Açıq deyim, bu yaşamaqdan qorxanların cümləsidir. Çünki
O qədər həyat nümunələri var ki, bu dünyada gəlib keçən o qədər möhtəşəm insanlar var ki, sıfırdan, hətta mənfilərdən belə qalxıb özlərindən yaradıblar, küllərindən yenidən doğulublar. Sən də insansan da, yəni o yat planeti deyildi ki, yəni o hər hansı bir insanda, o da yat planeti deyildi ki, yəni insanlar eyni gücdə yaradılıb. Bəhanəsi çox olan uduzar. Yaşamaq istəyən cəsarəti olan, amma hansı yerdə olursa olsun özünü parlatmağı bacarır. Şərtləri günahlandırdıqca öz işığını söndürəcəksən. Heç kim səni alqışlamayacaq ki, sən haqlısan, sən düzsən. Lap belə deyəcək bir iki dənə dostun. Deyəcək ki, düz deyirsən, brat. Ay brat, ay dostum, ay rəfiqəm, düz deyirsən. Belə şey olar, belə şərait olar, belə yer olar, belə ailə olar, belə münasibət olar. Alqışladılar səni. Biraz şey oldu, ego tətmin oldu. Özünlə baş-başa qalanda özünə deməkdən çəkindiyin o bacarmalı ikən, edə bilərkən etmədiklərini bəs neyəcəksən? Hara gizlədəcəksən onları? Qurban psixologiyasına qalmağı nə qədər sevirik. Çünki əslində bizim işimizə yarayır da. Özümüzün içimizdəki cövhərləri görmək bizə çox məsuliyyət yükləyir. Özümüzə baxmaq, fərqimizə varmaq, canımızla məşğul olmaq, özümüzlə, ruhumuzla məşğul olmaq çaba istəyir axı. Amma biz hazıra niyaz istəyirik də. Qoy əlimizə rahat gəlsin və yaxud da yaralarımızı görməzdən gələk. Birdən ayağın burxulsa yolda, bəs onda nə edəcəksən? Həyatda yatırım etməyə layiq olduğun, yəni yatırım etməli olduğun ən birinci şey özünsən. Bir insan özünə yatırım etmirsə, uğur qazansa təmin olmaz. Evlənsə çox xoşbəxt olmayacaq, ola bilməyəcək. Özü ilə baş-başa qalmaqdan qaçacaq. Davamlı özünü alçaldacaq, özünü alçaldacaq, özündən qaçacaq. Şərtlər nə olursa olsun, xoşbəxt olmayacaq bu insan. Çünki kökünü bəsləmir. Çünki özü ilə məşğul olmur, özündən davamlı olaraq qaçır. Yaramı görmək istəmirəm deyib gözünü bağlayır, korluğa vurur özünü. Davamlı musiqinin videonun səsini artıra gəzir, naşlayın, zombi kimi, zombiləşmişik biz. Özümüzdən uzaqlaşmışıq, uzaqlaşdırıblar. Yəni mövcud şərait və s. amma bacaran şəraitdən başını qaldırıb gözünə baxa bilir. Hansılardansan? Hansılardansan? Nə düşünürsən? Tamam, yox, kitabları oxumalıyıq, o yollardan keçməliyik, bunları danışmışıq dəfələrlə, ev bizik. Evinə necə baxırsan? Sən durub bir var ki, ağacın kökünü sulayasan ki, böyüsün, inkişaf eləsin, onda onun bədəni, gövdəsi, budaqları çox gözəl olar. Sən durub ağacın budağına su verirsən. Etməli olduqlarını fokuslanmısan, öhdəliklərini fokuslanmısan. Başqasının sənə tərifi gəlsin deyə çalışırsan, öz üzərində fiziki və yaxud da zehni olaraq. Bir yerə çatmaq istəyin başqasına yönəlikdir. Amma nə olacaq o? Heç bir şey. Elə sən olduğun yerdə sayacaqsan. Bir də gözünə açacaqsan ki, o qədər özünü ertələmirsən ki, o qədər iç səsini bastırmırsan ki, o həyatın boyunca sənin özünə aid olan kənar heç bir şeyin kölgəsi dəyməyən o iç səsin, o ta sadəcə ən özəl və sənə aid, orijinal olan o iç səsinə heç vaxt qulaq asmadın. Bunu dinlədin, uğur da qazandın, ən istədiyin yerlərə də çatdın, amma bir boşluq var içində. O da sənsən. Bu videoya baxırsansa, həyatının ən gözəl hissəsindəsən. Yaratmağın, yenidən başlamaların bol olduğu, səhvlərin də olduğu, düzlərin də olduğu, yəni çox gözəl başlanğıc illərindəsən. Bilirəm. Yəni yaxşı ki, sən bu videoya baxa bildin heç olmasa. Yəni çünki elə insanlar var ki, deyir, elə insanlar var ki, bu dünyada dənizi sevir. Amma bir dəfə də olsun deyir zehnində dənizi canlandırmayıb. Dənizi necə izah edeyim sizə? Hətta o cümlə belə idi də. Yəni deyir ki, elə insanlar var ki, düzü budur. Dənizə baxmağı belə xəyal etmir. Özünü bu xəyaldan belə məhrum buraxır. Özünü, içindəki o istək. Özünüzü dinləyin, canınızı dinləyin, nəfəsiniz, ürəyiniz, bədəniniz, varlığınız, ruhunuz, özünüzə zaman ayırın. Əks halda yaşamaqdan zövq ala bilmərik. Həyatdan dad almağın da öz reseptorları var. Sadəcə yemək yeyəndə dilimizdəki reseptorlardan söhbət getmir.
Özünüzə yaxşı baxın. Özünüzə amma həqiqətən yaxşı baxın. Görüşərik.